Seyid Xoyinin Şiə məzhəbinin seyidinin mövqeyini qeyd edəcəm. Siratun Nəcat və Munyətüs Sail kitablarında bir şəxs bu sualı soruşur. Övlad, ruzi, qorunmaq, təhlükəsizlik və s. birbaşa məsumlardan əleyhimussalam istəmək icazəlidirmi? Bunu onların özlərinin yaradan və ya ruzi verən olduqları düşüncəsi ilə deyil, sadəcə onların Allah Taalaya tərəf bir vasitə, ehtiyacların ödənilməsində onun dərgahında bir şəfaətçi olduqlarına və Uca Allahın izni olmadan heç bir iş görmədiklərinə əsaslanaraq istəmək olarmı? Sualın sonuna qədər. Bəs Seyid Xoyi nə cavab verir? Bu niyyətlə istəməyin heç bir eybi yoxdur. Yəni, icazəlidir ya yox? İcazəlidir. Bu, Seyid Xoyinin sözüdür. Seyid Sistaninin özü tərəfindən təsdiq olunmuş Əl-Fəvaidul Fiqhiyyə kitabının 2-ci cildinin 174-cü səhifəsində ondan belə bir sual soruşulur. Elə kəslər var ki, İmam Əliyə dua edir, ondan ümid edir və Allaha dua etmirlər. Onların bu etdiyi doğrudurmu? Bu sualı verən şəxs hansı cavabı gözləyir? İcazəli olmadığı cavabını. Amma bax gör ki, Seyid nə cavab verib? Güman etmirik ki, kimsə İmam Əliyə dua edərkən onun işlərində müstəqil olduğunu və kainatda bir ilah kimi rəftar etdiyini düşünsün. Ona dua edən və ondan bir şey istəyən hər kəs sadəcə onun Allahın yaxın övliyalarından biri olduğuna görə dua edir. Deməli, o, Allahla bəndələri arasında bir vasitəçidir. Uca Allah şəfaət diləməyi yalnız bütlər kimi, barəsində heç bir höccət və dəlil nazil etmədiyi kəslərdən etməyi qadağan etmişdi. Peyğəmbərlərdən və övliyalardan şəfaət diləməyi isə qadağan etməmişdi. Əksinə, Uca Allah buyurmuşdu. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, mütləq görərdilər ki, Allah tövbələri qəbul edəndir. İcazəlidir ya yox? İndi isə gələk Şeyximiz Şeyx Vəhidin cavabına. Bu, mənim tərəfimdən edilən şəxsi bir sualdır. Bu sualımdır. Təvəssül edən şəxsin məsumdan əleyhissalam birbaşa istəməsi səhihdirmi? Məsələn, desin ki, ya Əli, mənə yetiş, ya Fatimə, dadıma çat, ya Hüseyin, məni qoru və onlardan Uca Allahın yardımı ilə ehtiyacları ödəməyə qadir olduqlarına inanaraq dünya və axirət ehtiyaclarını istəsə, bu düzgündürmü? Yoxsa istək yalnız Uca Allahdan olmalıdır? Şeyxin cavabı. Bəli, yəni icazəlidir. Bəli, və bu, Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdəndir. Şeyx Vəhid deyir ki, bu, Allaha yaxınlaşdıran ən fəzilətli əməllərdəndir. Əlbəttə, məndə Şeyx Təbrizinin, mərhum Seyid Həkimin və Ustad Seyid Ruhaninin də cavabları var. Bizim bu müasir mərcəyi təqlidlərimizin hamısı yekdilliklə qəbul edirlər ki, məsumdan birbaşa istək icazəlidir. Hətta Şeyximiz Vəhidin açıq şəkildə bəyan etdiyi kimi, bu, Allaha yaxınlaşdıran ən əzəmətli vasitələrdəndir.